Hər kəsə salam. Bilirik ki, 2 gündən sonra imtahandır. Nəhayət o imtahan gəldi çatdı. Yaxşı, bəs sən bu imtahana hazırsanmı? Yoxsa hələ də nəyə fokuslanacağını, hansı məqamlara diqqət yetirəcəyini, imtahanı nə edəcəyini bilmirsən? Yaxşı, onda mən səni gəl sabah 30 may 22:00-da öz canlı yayımıma dəvət edeyim. Hansı ki, bu canlı yayım bir seminardır. Amma bu seminarda dərsdən danışmayacağam. Əsasən hansı bölmələrə, hansı nüanslara diqqət yetirəcəyiniz haqqında sizə məlumat verəcəm. Həmçinin rahatlaşdırıcı, motivasiya edici söhbətlər aparacağam. Əsasən də imtahanda əsas 5 qızıl qayda var ki, onları eləsəz maksimum nəticəyə çata bilərsiniz. Baxın, o 5 qızıl qaydanı sizə deyəcəm. Bunlardan da əlavə müəllim-şagird münasibətləri, övlad-valideyn münasibətlərindən də danışacağam. Odur ki, övladlı valideynli hər birinizi öz canlı yayımıma dəvət edirəm. Yayına qoşulmaqdan ötürü aşağıda rəy hissəsində yazılan nömrə ilə əlaqə saxlaya bilərsiniz.